İzləyicimizdən belə bir sual gəlib. Uşaqlıq boyunda problem aşkarlanıb, displaziya aşkarlanıb, sim-1 və xəstədə papillomavirusun heç bir növü aşkarlanmayıb. Xəstə həkim qəbulunda olub və xəstəyə lazer vaporizasiya üsulu ilə müalicə təklif olunub. Xəstə isə dip cərrah əməliyyatı arzulayır və 27 yaşı var xanımın. Xəstədə sim-1 aşkarlanmağı bu displaziyanın yüngül dərəcəli olduğundan xəbər verir və yüngül dərəcəli displaziyalar həmişə papillomavirusu tərəfindən törədilmir. Bəzi hallarda hormonal pozğunluqlar, digər iltihabi xəstəliklər, cinsi yolla bulaşıcı xəstəliklər də sim-1, yəni displaziya yarada bilir. Bundan başqa, klinik laboratoriyalarda papillomavirusun ancaq 30 növü bəlirlənir. Yəni, papillomavirusun klinik laboratoriyada çıxmamağı xəstədə bu patologiyanın olmamağından xəbər vermir, bu virusun olmamağından xəbər vermir. Bu ayrıca bir nüansdır. Və belə olan halda biz nə etməliyik? Mütləq xəstə kolposkopiya müayinəsi olmalıdır. Kolposkopiya müayinəsində uşaqlıq boynunda patologiya varmı, yoxmu aşkarlanmalıdır. Yəni, displaziyanın klinik təzahürü uşaqlıq boynunda varmı? Atipik damarlanma, açıq sahə və s. Və əgər o dəyişiklik varsa, həmin dəyişikliyə uyğun cərrahi taktika cərrah tərəfindən seçilir. Yəni, lazer vaporizasiya olunacaq, xəstə dip cərrah əməliyyatı olunacaq. Dəyişiklik yoxdursa, kolposkopik müayinədə də bir dəyişiklik yoxdur. Məsələn, papillomavirusu da aşkarlanmayıb və sim-1 aşkarlanmışsa, belə halda xəstə dinamik nəzarətdə, kontrolda da saxlanıla bilir.